bir kəsə. Deməli, bu dəfəki paylaşımım müasir elektrik sayğacları və quraşdırması metodikası adlı kitabın nəşri ilə bağlıdır. Bu kitab bildiyimiz kimi, yəni elektrik sayğaclarının quraşdırılması ilə bağlı müəyyən bir mövzunu, müəyyən bir praktiki bilikləri paylaşmışıq. Bu kitabda eyni zamanda həm elektrotexnikaya aid, həm energetikaya aid, həm belə deyim də elektroenergetika sahəsində olan bütün kollec tələbələri, universitet tələbələri, elektrik sahəsində çalışan peşəkarlar üçün müəyyən bir məlumatları almaq üçün yararlı mənbə olduğunu düşünürəm. Bu kitabı yazmaqda əsas məqsəd oldu ki, yəni mənim belə deyim də bir 15 illik sayğac quraşdırma ilə bağlı praktikam olduğu üçün və müəyyən sahədə biliklərə yiyələndiyimi nəzərə alaraq, belə müəyyən bir biliklərə sahib olduğumu düşünərək kitabı nəşr elədik və bu kitabla bağlı əlavə suallar, əlavə kitabın içində olan məlumatlarla bağlı müəyyən suallar yaransa, kiminsə üçün lazımlı olsa, bu kitabın istər PDF formatı, istər belə hazır formatını belə deyim də əlaqə saxlayıb müəyyən bir istiqamətdən yönləndirmə edə bilərik. Kitabda yenə dediyim son qeydlərimi müasir tələblərə uyğun, müasir standartlara uyğun bütün elektrik sayğaclarının həm quraşdırma sxemləri, həm də ki istifadə qaydaları qeyd olunmuşdur. Son olaraq onu qeyd edeyim ki, bu kitabın belə deyim də çap olunmasında əməyi, dəstəyi olan hər bir kəsə də ayrılıqda öz təşəkkürümüzü bildiririk. Diqqətinizə görə təşəkkür edirik. Yenə dediyimiz kimi əlavə sual olsa müraciət edə bilərsiniz. Çox sağ olun.